Mənim həkim olmaq istəyim, təbii ki, uşaqlıqdan bu istək beynimdə vardı. Nəyə görə? Çünki mənim babamın bir keçirdiyi cərrahi əməliyyatla yanaşı, onun sarılarının dəyişdirilməsi və əməliyyatdan sonraki devrin müşahidə olunması üçün həmişə bir həkim gəlib gedirdi. Onun danışığı, duruşu, oturmağı, ailədə mənim atamın ona münasibəti, babamın münasibəti, həkimliyin nə qədər vacib olduğunu uşaqlıq vaxtlarında hiss etdirən bir hadisə kimi beynimdə qalıb. Və təxminən sonraki illərdən də, yəni bu həkimliyə meyl məsələləri daha dominant üstün olduğunu görərək həkimlik peşəsini seçdim. Və həkimlik peşəsini seçməkdə də heç bir peşmançılığım yoxdur. Yəni həkimlik peşəsini seçməkdə tamamilə düzgün qərar vermişəm və bu peşəyə sahib olduğum üçün də çox qürurluyam. Gündəlik stresi necə çıxardırsınız? Bu normaldır. İnsanlar mütləq şəkildə yanaşı məşğuliyyətləri olmalıdır. Mənim həftə sonları, xüsusən də fiziki zamanım olan hallarda mütləq idman zalında keçirirəm və çalışıram aktiv idmanla məşğul olmaq. Hansına yoxsa xüsusi trenajör zatı? Bəli, mən gənclik illərindən xüsusən əlbəyaxa döyüş növündən məşğul olmuşam və hətta burada müəyyən titullar da var. İndi status, yaş və digər məsələlər nəzərə alaraq, yəni fərdi olaraq daha çox kardio və müəyyən fiziki yük altında, belə deyək, bədən tonusunu qorumaq üçün tələb olunan müəyyən idman formalarına məşğuluq.